18 yaşım tamam olmuşdu, kolleci bitirmişdim. Rayondan Bakıya işləməyə getdim. Amma ailəmin fikri dəyişdi, geri qayıtmalı oldum. Rayona qayıdarkən mindiyim taksidə hər şey dəyişdi. Yolda maşın xarab oldu deyə bir neçə dəfə taksi dəyişdim. Sonuncu taksi maşını niyə dəyişdin deyə sual verdi. Mən də təkər partladı dedim, gülümsədi. Belə söhbət edib, deyib güldük. 32 yaşı var idi. Halımı soruşub dərdimi dinlədi. Mənə iş tapmaqda kömək etmək istədi. O gündən sonra yazışmağa başladıq. Gecələr yatmır, saatlarla danışırdıq. Sonradan öyrəndim ki, əslində o taksi sürücüsü deyil idi. Sadəcə mənimlə tanış olmaq üçün elə edirmiş. Aylarla danışdıq, bir-birimizə bağlandıq. Ailəm razı olmadı, yaş fərqini səbəb göstərdi. Ayrıldıq. Bir müddət sonra isə mənsiz yaşaya bilməyəcəyini deyib barışdıq. Niyyəti ciddi idi. Evlənmək fikri var idi. Amma məndən nəsə gizlətdiyini hiss edirdim. Sonra həqiqət üzə çıxdı. O əvvəllər evli olub və bir oğlu var idi. Bunu biləndə dünyam dağıldı. Dedi ki, evləndikdən sonra deməyi planlaşdırırdım. Ayrıldıq. Aylar sonra mən başqası ilə nişanlanmağa yaxın idim ki, yenidən yazdı. Qaçmağı təklif etdi, amma artıq gec idi. Nişanlımın günahı yox idi. Əlaqəni kəsib nömrəmi dəyişdim. İndi nişanlımı sevirəm, amma o adam ürəyimdə sağalmayan yara kimi qalıb.